Qeyd olunduğu kimi Qarabağ Xəzər Lənkəran görüşündən öncə 20 il Ağdam klubunun şərəfini qorumuş Səttar Əliyevin təntənəli yola salma mərasimi olub. Gəlin Səttar Əliyev və onun futbolçu kimi karyerasına bir qədər yaxından nəzər salaq. Bir çox gözəl futbol ənənələr var ki, onlar bizdə ya unudulub, ya da etinasızlıq üzündən mahiyyətini dəyişib. Karyerasını bitirmiş futbolçuların təntənəli yola salma mərasimlərini mübaliğəsiz olaraq bu sıraya aid edə bilərik. Azərbaycanda sonuncu dəfə vida maçının nə vaxt keçirildiyini yəqin heç kim xatırlamır. Amma burada yaddaşdan şikayət etmək yersizdir. Sadəcə bizdə bu cür tədbirlərin təşkilinə əhəmiyyət verilmir, onun lazımlı və xeyirxah iş olduğu unudulur. Bu mənada dekabrın 13-də Qarabağ Xəzər Lənkəran görüşündən əvvəl 40 illik həyatının tən yarısını milli futbolumuzun inkişafına sərf etmiş Səttar Əliyevin təntənəli yola salma mərasimini irəliyə addım kimi dəyərləndirmək olar. Qarabağ Futbol Klubunun hamisi Azərsun Holdingin rəhbərliyi 20 il komandanın uğuru üçün tər tökmüş Səttar Əliyevə Jiguli avtomobili və başqa qiymətli hədiyyələr bağışladı. Qarabağ Xəzər Lənkəran matçı da futbol veteranının topa rəmzi zərbəsi ilə başlandı. Futbol oynamağa məşqçi Ramiz Şahməmmədovun rəhbərliyi altında başlayan Səttar Əliyev 1988-ci ildə Azərbaycan çempionu olub, növbəti mövsümdə SSR çempionatının ikinci dəstəsində yarışıb. Usta futbolçu olması mütəxəssislərin diqqətinə yayınmayıb və mərhum Ruslan Abdullayev Səttarı 1989-cu ildə ölkənin bir nömrəli komandası Neftçiyə dəvət edib. Komandanın adı olmuşdu Şəfəq. Ondan sonra Kooperator adıyla mən Qarabağda oynamışam. Və sonra bu Dağlıq Qarabağda bu ermənilərlə bizim bu söhbətimiz başlayandan sonra biz qərara gəldik ki, Ağdam komandası Qarabağ zonasına aid olduğuna görə elə bir nömrəli Qarabağ adı bizdə olmalıdır. Və 88-ci ildə biz də yığışdıq, yaxşı kollektivimiz vardı. Əksər uşaqlar yerli uşaqlarıdır. Ona görə biz də söz verdik ki, bu il nəyin bahasına olsun, Azərbaycan çempionu olaq və növbəti ili SSR çempionatının ikinci dəstəsində çıxış eləyik. Biz elə də elədik, öz sözümüzə sadiq olduq, Azərbaycan çempionu olduq və sonra bildiyiniz kimi SSR çempionatına vəsiqə qazandıq. Orada da bir müddət oynayandan sonra mərhum Ruslan Abdullayev, o vaxt Neftçinin baş məşqçisi idi. O vaxt məni Neftçiyə dəvət elədi, bir nömrəli komandamız idi Azərbaycanın. Mən də dəvəti qəbul elədim. Bir mövsüm Neftçidə oynayandan sonra SSR ittifaqı dağılası oldu. Ondan sonra biz də yenə də öz komandamıza, yəni biz başqa yolumuz yoxdur. Mən şəxsən özüm Ağdam komandası mənim üçün əzizdir. Ona görə də bir daha mən qayıtdım Qarabağ komandasına. SSR dağıldıqdan sonra bir çox həmkarları kimi Səttar Əliyev də karyerasını müstəqil Azərbaycan birinciliyində davam etdirir. 1993-cü ildə Qarabağla ölkə çempionu adını qazanır. Azərbaycan kubokuna, eləcə də ölkə super kubokuna yiyələnir. O ilk kapitandır ki, bir mövsümdə 3 fəxri mükafatı başı üzərinə qaldırıb. Həmin illərin yadigarı olan şəkillərə bir də diqqətlə baxaq. Bu, ölkə kubokunun əldə edildiyi andır. Hələ Ağdam yerindədir, Ağdam döyüşür. Səttarın çöhrəsindən gələcəyə sonsuz nikbinlik yağır. Bu isə ölkə çempionluğunun qazanıldığı an. Bayaqki bəxtəvərlikdən əsər əlamət yoxdur. Çünki Ağdam şəhəri artıq düşmən tapdağı altındadır. Bütün bunlar Adil Qaçayoğlu'nun qələmindən olmayan şəhərin çempion komandası sərlövhəsi ilə qəzet səhifələrinə köçür. 93-cü il Ağdam futbolu üçün əlamətdar bir gün oldu. Yəni bir ildə Azərbaycanda ilk dəfə olaraq hər 3 kubok mükafatını ilk dəfə biz götürmüşük, ilk dəfə biz başımız üzərinə qalxızmışıq. Bunun birincisi kubokudur. Kubok oyununa yaxşı hazırlaşmışdıq. Bilirdik ki, yəni biz kuboka almağa layiq. Kuboku da aldıq, yaxşı kollektivimiz vardı, gözəl kollektiv yaranmışdı bizdə. Və sevincimizi təzə-təzə xoş günlərlə yaşamaq istəyirdik ki, biz kədərli günümüz də gəldi. Kədərli gündə bildiyiniz kimi biz Ağdam itirdik. Ağdamda itirən vaxtı elə idi ki, ondan bir həftə sonra biz çempionluğu final oyununu oynamalıydıq. İnanın biz nətər hazırlaşdıq, nətər oyuna çıxdıq, onu biz bilmirdik. Yəni elə bilirdik ki, bizim üçün çox ağır bir kədərli gündür. Ona görə ki, biz rayonumuz yetmişdi, dostlarımız, bacı qardaşlarımız orada, şəhid olanlarımız vardı. Biz də oradan da bilmədik nətər hazırlaşaq. İnanın, oyunda hakim fit verəndəki oyuna başlamağa stadionda diktor abiyavit elədi ki, bəs Ağdam rayonu işğal olunubdur, onun komandası bugün çempionluğa oynuyor. İnanın biz 10 dəqiqə oyunda, meydançada oynaya-oynaya, mən ağlaya-ağlaya oynadık biz oyunu.
Qarabağ Azərbaycan futbol klubları arasında rəsmi səfər maçını uğurlu nəticə ilə bitirən ilk komandadır. İlk dəfə biz Finlandiyanın MÜFA 47 komandası ilə oynuyorduk. İlk oyunumuz Azərbaycanda oldu. Doğrudan da biz 86-cı dəqiqədə bizdə penal oldu bizim qapımıza. 1-0 hesabı ilə uduzduq. Amma o vaxt elə idi ki, yəni bizə yığılan kollektiv elə kollektivdir ki, elə sastavımız vardı ki, yəni biz layiq idik ki, o etabı keçməyə. Və bizim növbəti oyunumuz Finlandiyada ikinci oyunumuza biz yaxşı hazırlaşmışdıq. Bilirdik ki, biz orada oyunu oynaya bilərik, yəni etabı da keçə bilərik. Doğrudan orada da ilk dəfə elə Azərbaycanda biz orada 90 dəqiqə ərzində ilk dəfə biz qələbə çalmışdıq oradan. Qələbədən sonra əlavə vaxt oldu. Təəssüflər olsun ki, idman bəxti də bizdən üz döndərdi. 120-ci dəqiqədə orada bizim qapımıza gələn qol hesab 1-1 oldu və növbəti mərhələyə MÜFA 47 keçdi. Özdə növbəti mərhələ keçən komanda İngiltərənin Liverpool klubu ilə düşürdü. Bu bizə nəsib olmadı. Qitə miqyaslı turnirlərdə də ilk dəfə məhz Ağdam futbolçuları mərhələ adlayıblar və Qarabağ böyük beşliyin digər təmsilçisi Fransanın Montpellier komandasının Bakıya gəlməsinə nail olub. Azərbaycanda ilk dəfə olaraq məhz Qarabağ komandası Intertota yarışında etap keçmişdi. Bu da Makabinin Tel Aviv komandası oldu, İsrailin. Qurban olum Allah talan həmən vaxtı bizə güc verdi, bizə nəysə belə gəldik, biz həmən oyunu biz udduq. Səfər maçını 2-1 udduq, düzdür. Ev oyunu bizim üçün çox ağır oldu, çox çətin oldu. Onların da bir 4 dənə oyuncusu yenidən komandaya qayıtmışdı. Burada bizim üçün çox ağır oldu və ona baxmayaraq biz o 1-0 uduzduq, amma o vaxtı biz o 1-0 saxladıq və Azərbaycana həmən ili sevinç yaşatdıq. Həmən vaxtı etabı keçən komanda Fransanın Montpellier klubu ilə oynamalıydı. Bildiyiniz kimi Fransanın da Montpellier klubunda Zbornu Fransanın oyuncusu da vardı, Loko. Ona qarşı mən özüm oynamışam və onlarla burada bizim üçün çox ağır oldu. Doğrudan da Fransanın futbolu səviyyəsi yuxarı, Azərbaycanın səviyyəsi bir o qədər yuxarıda deyildi və biz hər iki oyunu uduzduq. 40 yaşının tamamında göstərilən diqqət və qayğıya görə Səttar Əliyev hər kəsə minnətdardır, təşəkkür edir. Tahir Gözəl bəyə öz minnətdarlığımı bildirirəm, Əmrah bəyə minnətdarlığımı bildirirəm ki, bunlar mənə yubiley məçimi qiymətləndirdi, mənim üçün sağ olsunlar, maşın hədiyyə elədi, onlar öz minnətdarlığımı bildirirəm. Düzdür, mənim arzum olmuşdu ki, mən futbolu Ağdamda başlamışam, futbolu Ağdamda qutaram. Yəni, mənim üçün ən böyük hədiyyə o olardı ki, özümü onda xoşbəxt sayardım ki, mən Ağdamda, o yaşıl meydançada mən futbol, vida maçını keçirərdim, vida maçını orada olardı. Yəni, bu da bugünkü gündə bu qismət olmadı.